Dövlətə xəyanət və çevriliş cəhdi çox ciddi məsələdir. Yəqin ki, qısa müddətdə ətraflı açıqlama veriləcək. Bunu keçmiş Təhsil naziri Misir Mərdanov, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsi ilə bağlı danışarkən deyib. O, Ramiz Mehdiyevə yaxın şəxslərin də həbs olunmasını istisna etmir. Başqa həbslər də gözlənilir. Hər kəs onun kimlərlə yaxın əlaqəsinin olduğunu gözəl bilir. Mehdiyevin hansı addımlar atdığı, kimləri vəzifəyə təyin etdiyi, kimlərin arxasında durduğu, hansı şəxsləri dəstəklədiyi məlumdur. Fikrimcə, onlarla bağlı da müəyyən addımlar atılacaq. Yol verildiyi ədalətsizlikləri də hesablayacaqlar. Düşünürəm ki, vaxtı ilə onun dəstəyi ilə millətin geni fonduna ziyan vuranlar məsuliyyətə cəlb oluna bilər. Onların da layiqli cəzası almasının vaxtı çatıb. Bu qədər dözmək olmaz. Misir Mərdanov bildirib ki, Ramiz Mehdiyevin həbsi Tərtər işinin də açılmasına müəyyən qədər köməklik göstərə bilər. Hər bir halda bu başqa məsələ ilə əlaqədardır. Hazırda istintaq işləri gedir deyə nəsə demək olmur. Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlaki legallaşdırma maddələri ilə ittiham olunur. O, 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub. 2019-2022-ci illər arasında isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edib.